Növbəti bir mənzilə hamınızı salamlayıram əziz kanal nümayəndələri. Yeni bir mənzilə xoş gördük. Bugün Yeni Yasamalın ən gözəl binalarının birində qanun 3 otaq 110 kvadratlı kupçalı bir mənzili sizlərə təqdim edəcəm. Mənzilimiz Yeni Yasamalın ən yaxşı binalarının birində 16 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. 110 kvadrat ümumi sahəyə qanuni 3 otaqlı bir mənzildir. Mənzilin təmir zamanı ev sahibi vaxtilə bahalı və keyfiyyətli materiallardan istifadə edib, özü yaşayıb hal-hazırda başqa mənzilə köçdüyü üçün bu mənzili təcili olaraq satır. Mənzilimiz tam yelçəkər bir mənzildir. Qazı, suyu, işığı daimidir. Binada 2 sürətli lift, geniş həyət, infrastrukturlar mövcud bir yerdə yerləşir. Giriş qapıda mənzilə daxil olduqda belə bir geniş, ürəkaçan bir dəhliz hissəsi var. Solda dəhlizdə çox böyük bir qardırop hissə yığılıb. Yəni çox genişdir, 2 hissədən ibarətdir. Mənzilə daxil olduqda baxın belə bir bütün otaqların girişi dəhliz hissədən açılır. Döşəmə bahalı və keyfiyyətli parketdir. Qazı, suyu, işığı daimidir. Ən əsas isə sənəd kupça çıxarışdır. Dövlət ipotekasına birbaşa yararlıdır. Qiymət də çox münasibdir. Kvadratına vurulduqda qiymət çox münasib qiymətə gəlir. İlk öncə mənzilin mətbəx hissəsini görürsünüz. Baxın belə bir gözəl mətbəx hissə var. Geniş, işıqlıdır. Yığılmış keyfiyyətli mətbəx hissədə var. Üzəri mərmər hissədən ibarətdir və mətbəxdən eyvana çıxış hissə var. Kondisioner gördüyünüz kimi mövcuddur. Baxın. Qonaq otağı ölçüsündə demək olar ki, bəzi evlərin qonaq otağının ölçüsündədir. İstilik sistemi kombidir, batareya burada yerləşdirilir. Baxın, belə bir geniş mətbəx hissə var. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Müəyyən müddət yaşayış olub. Yüngül istədiyiniz zövqə uyğun kosmetik təmir edə bilərsiniz. Belə bir zal hissəsi var. Geniş bir zalı var, qonaq otağıdır. Qarşısı açıqdır. Səhər gün çıxanda birbaşa mənzilə daxil olur. Qonaq otağından da eyvana çıxış hissə mümkündür. Baxın, belə bir gözəl qonaq otağı var. Hündürlük çox gözəldir. Havalı evdir, yelçəkər evdir. Yay aylarında demək olar ki, burada kondisionerdən istifadə etməyəcəksiniz. Çünki yelçəkər evdir. Pəncərəni açdıqca ev tamamilə havalanır. Burada birinci yataq otağı yerləşir. Baxın, çox geniş bir yataq otağı var. Bu yataq otağından da az öncə göstərdiyim eyvana çıxış mümkündür. Baxın, bu şəkildədir. Daxil olun. Binada 2 lift var. Yeraltı dayanacaq var. Bu eyvan, baxın, bağlı eyvandır. Baxın, bu şəkildədir. Mənzil alqı-satqı günü təhvil verilir. Burada isə ikinci yataq otağı olan uşaq yataq otağı yerləşir. Bir bu otaqdan eyvana çıxış yoxdur. Baxın, giriş qapımız burada yerləşir. Giriş qapıdan daxil olduq. Solda qardırop hissə, mətbəx hissəmiz, tualet, hamam, qonaq otağı, eyvana çıxış, mətbəx, eyvana çıxış. Burada əsas yataq otağı, eyvana çıxış. Burada isə uşaq yataq otağıdır. Buradan eyvana çıxış yoxdur. Yalnız digər otaqların hamısına eyvana çıxış var. Qonaq otağı, mətbəx hissə binanın həyət hissəsinə, qonaq, əsas yatağı və kiçik yataq otağı üzü Yasamal istiqamətinə baxır. Qarşısı açıq, gün düşən bir evdir. Baxın, uşaq yataq otağında sizləri göstərim. Ev sahibi demək olar ki, köçüb, yüngül əşyaları var. Alqı-satqı günü mənzili tam şəkildə sizə təhvil veriləcək. Yüngül kosmetik təmir dedikdə nəyə nəzərdə tutulur? Məsələn, istəsəniz döşəməni şifofkalatdırıb laklatdıra da bilərsiniz və yaxud da ki, bu şəkildə də yaşamaq mümkündür. Aboylar keyfiyyətli aboylardır, vaxtilə vurulub. İndiki dövrün zövqünə uyğun istəsəniz, öz zövqünüzə uyğun şəkildə vura bilərsiniz. Amma bu şəkildə girib rahatlıqla yaşamaq mümkündür. Burada hamam hissəsi yerləşir. Baxın, burada hamam hissəsidir. Bu şəkildədir. Burada sol tərəfdə sanitar qovşağından tualet hissəsi yerləşir. Burada tualet hissəsidir. Baxın, belədir. Və əlavə olaraq da bir qardırop hissəsi var. Baxın, burada. Bir qardırop hissə də burada var. Artıq əşyalarınızı falan, xalçalardır, yorğan, döşək, əlavə bir əşyalarınız, tostlarınız falan olarsa, yəni ora rahatlıqla yerləşdirə bilər. Gələcəkdə istəsən oranı camaşırxana kimi də istifadə edə bilərsiniz. Baxın, mənzil bu şəkildədir əzizləyəcəyimiz. Qanuni 3 otaq, kupçalı 110 kvadrat, skvaznoy bir mənzil. Qiymət 240 min manat başlanğıc qiymətdir. Real alıcıya yaxşı endirim olunacaqdır. Sənəd kupçadır. Birbaşa notarial qaydada alqı-satqı edib mənzili öz adınıza rəsmiləşdirə bilər. Dövlət ipotekası yolu ilə mənzili ala bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə
Görüşənədək Allah Allahına və satana xeyir versin.